Salam, bugünkü dərsimiz coğrafi ünvanlar, dərəcə toru və coğrafi koordinatlar olacaqdır. Yer kürəsi fırlanarkən hərəkətsiz nöqtələr, başqa sözlə yerin xəyali fırlanma oxunun, yer səthi ilə kəsişdiyi nöqtələr coğrafi qütblər adlanır. Şimal qütbünü 1909-cu ildə Amerikalı Robert Peary, Cənub qütbünü isə Norveçli Roald Amundsen 1911-ci ildə və İngilis Scott 1912-ci ildə fəth etmişlər. Yer kürəsində hər hansı bir məntəqənin harada yerləşməsi qlobus və xəritələrdə eninə və uzunluğuna çəkilmiş xətlərlə ifadə olunur ki, bu xətlərə meridianlar və paralellər deyirlər. Yer səthindən keçməklə coğrafi qütbləri birləşdirən ən qısa şərti xətlər meridianlardır. Yer səthinin hər bir nöqtəsindən meridian çəkmək mümkündür. Onların uzunluqları bir-birinə bərabərdir. Başlanğıc meridianı şərti olaraq London şəhərindən keçən meridianı qəbul etmişlər. Greenwich rəsədxanasının üzərindən keçən bu meridian elə Greenwich meridianı, yaxud da 0-cı meridian adlanır. Coğrafi qütblərdən eyni məsafədə çəkilmiş çevrə ekvator, ekvatora paralel çəkilmiş çevrələr isə paralellərdir ki, ekvator xəttinin özü ən böyük paralel və yer kürəsinin tənbölənidir. O yeri şimal və cənub yarımkürələrinə bölür. Meridianlardan fərqli olaraq yer üzərində şərqdən qərbə doğru çəkilmiş paralellərin uzunluqları bərabər olmayıb, ekvatordan uzaqlaşdıqca qısalır. Yəni, ekvatordan qütblərə doğru paralellərin uzunluqları qısalır. Qlobus və xəritələrdə meridian və paralellər üzərində rəqəmlər qeyd olunur və yer kürəsində hər hansı bir coğrafi obyektin ünvanı məhz onlara əsasən müəyyən edilir. Meridian və paralellərin kəsişməsindən yaranan şəbəkə dərəcə toru adlanır ki, xəritədə buna kartoqrafik şəbəkə deyirlər, qlobusda isə coğrafi şəbəkə deyirlər. Dərəcə torunun köməyi ilə cəhətlər və coğrafi koordinatlar təyin edilir. Yer səthində hər hansı bir nöqtənin ekvator və Greenwich meridianına nəzərən mövqeyi onun coğrafi koordinatları adlanır. Coğrafi koordinatlar coğrafi enlik və coğrafi uzunluğun cəmidir. Coğrafi enlik hər hansı bir nöqtənin ekvatordan qütblərə doğru dərəcələr ifadə olunan məsafəsidir ki, ekvator xəttindən şimalda şimal enliyi, cənubda isə cənub enliyi yerləşir. Coğrafi enliklərin dərəcə qiyməti 0-90 dərəcə arasındadır. Coğrafi uzunluq isə nöqtənin Greenwich meridianından dərəcələr ifadə olunan məsafəsidir ki, Greenwich meridianından şərqdə 180 dərəcəlik meridian arasında uzunluq şərq uzunluğu, qərbə doğru isə 180 dərəcəlik meridian arasındakı uzunluq qərb uzunluğu adlanır. Coğrafi uzunluqların dərəcə qiyməti isə 0-180 dərəcə arasında dəyişir. Coğrafi enlik 0-90 dərəcə arasında, coğrafi uzunluqlar isə 0-180 dərəcə arasında dəyişir. Qlobus və xəritələrdə meridian və paralellərə əsasən məsafələri təyin etmək mümkündür. Bunun üçün meridian və paralellərdə 1 dərəcəlik qövsün uzunluğundan istifadə olunur. Bəs bu necə hesablanır? Bütün meridianlar yarımçevrə olduğu üçün onların uzunluğu 180 dərəcə, yəni kilometrlə təqribən 20.000 kilometr kimi göstərilir ki, yəni biz hesablamalarımızda da 20.000 kilometrdən istifadə edə bilərik. Yəni çoxu zaman miqyas hesablamalarında meridian çevrəsinin uzunluğu verilmir və biz bilməliyik ki, meridian çevrəsinin uzunluğunu yəni 20.000 kilometr kimi götürürük hesablamalarımızda. Çünki bütün meridianlar yarımçevrə olduğu üçün onların uzunluğu 180 dərəcə ilə götürülür. Belə olan halda 1 dərəcəlik meridian qövsünün uzunluğu meridian yarımçevrəsinin uzunluğunu 180 dərəcəyə bölməklə təyin edirlər. Yəni 20.000 kilometri bölürük 180 dərəcəyə 111,1 kilometr. Yəni 1 dərəcəlik meridian qövsünün uzunluğu 111,1 kilometrdir. Yer kürə formasında olduğuna görə ekvatordan qütblərə doğru paralel çevrəsinin uzunluğu azalır. Və ekvatorda 1 dərəcəlik paralel qövsünün uzunluğu təqribən 111,3 kilometrdir. Bəs bu necə tapılır? Ekvator çevrəsinin uzunluğu 40.076 kilometrdir. Və yer kürə formasında olduğu üçün tam dövr etmə 360 dərəcədir. Yəni 40.076-nı 360 dərəcəyə bölməklə tapırıq ki, 1 dərəcəlik paralel qövsünün uzunluğu 111,3 kilometrdir. Biz dedik ki, ekvatordan qütblərə doğru paralel çevrəsinin uzunluqları azalır. Bu isə onların 1 dərəcəlik qövsünün hesablanmasına, yəni 1 dərəcəlik qövsünün uzunluğuna da təsir göstərir ki, 0 dərəcədə, yəni ekvatorda 111,3 kilometr oldu 1 dərəcəlik paralel qövsünün uzunluğu. 10 dərəcədə 109,6 kilometrdir, 20 dərəcədə 104,6 kilometrdir, 30 dərəcədə 96,5 kilometrdir,
40 dərəcədə 85,4 kilometrdir. 50 dərəcədə 71,7 kilometr, 60 dərəcədə 55,8 kilometr, 70 dərəcədə 38,2 kilometr, 80 dərəcədə 19,4 kilometr, 90 dərəcədə isə 0 kilometr, yəni qütblərdə artıq 0 kilometr təyin olunmuşdur.